Statistikaya görə dünya sənayesi eyni miqdarda enerji sərf etməklə 20 il bundan əvvəlki ilə müqayisədə bugün 20% daha çox məhsul istehsal edə bilir. Bu artıma enerjidən effektiv istifadə nəticəsində nail olmaq mümkün olub. Amma dayanmaq olmaz, enerji səmərəliliyini durmadan artırmaq lazımdır. Buna isə Azərbaycan kimi enerji istehsalına və istehlakına innovativ yanaşma sərgiləyən ölkələrin hesabına nail olmaq mümkündür. Azərbaycanın qlobal enerji bazarındakı yeri həlledici xarakter daşıyır. Bu ölkə Avropa üçün çətin günlərdə qaz ixracını artırmaq qərarı ilə növbəti dəfə necə bir etibarlı təchizatçı olduğunu nümayiş etdirdi. Burada biz həm də yaşıl enerjiyə keçid mövzusunu müzakirə edirik. Hələ COP29 zamanı Azərbaycan bu istiqamətdə də innovativ addımlara hazır olduğunu bildirib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin enerji səmərəliliyi və yaşıl enerji gündəliyindən danışdı. Ölkəmizdə artıq 2 yaşıl enerji zonasının mövcud olduğu, onlardan birinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərdiyi bildirildi. Bu enerji zonalarının öz istehlak həcmindən daha artıq istehsal gücündə olması Azərbaycanın yaşıl enerji ixracatçısı kimi böyük potensialını nümayiş etdirir.